Keçən həftə müayinəmdə bir qadın pasiyent müayinə eləmişəm. Qadın 50'li yaşlardadır. Biz ümumiyyətlə bütün pasiyentlərdə yaşından asılı olmayaraq verdiyimiz suallardan birincisi odur ki, ailənizdə ürək-damar sistemi xəstəliyi olan hər hansı bir fərd varmı və yaxud da birinci əl qohumlardan ürək xəstəliklərindən vəfat edən olubmu? Ananın verdiyi cavab bəli, 30 yaşında oğlum vəfat eləyib. Biz bütün pasiyentlərdən, müayinəmizdə olan pasiyentlərdən ailənizdə ürək-damar sistemi xəstəliyi varmı, ürək xəstəliklərindən vəfat edən kimsə olubmu deyə soruşuruq. Ananın verdiyi cavab bəli, 30 yaşında oğlum keçən il rəhmətə gedibdi ani ürək tutmasından və sonradan məlum olub ki, ananın oğlu həkim tövsiyəsi olmadan öz başına şəkildə aptekdən alınma erektil disfunksiyanı aradan qaldırmaq üçün dərmanlar istifadə edib və uzun müddət istifadə edibdi. Ümumiyyətlə gənclər arasında bu hadisə çox geniş yayıldığına görə məlumat vermək istəyirəm ki, həkim tövsiyəsi olmadan heç bir dərmanı, hətta təzyiq dərmanı belə istifadə etmək düzgün deyil. Bu xoşagəlməz nəticələrlə sonlana bilər.